Salam, hər vaxtınız xeyir olsun. Bugün xəmir yoğurmadan, yaymadan çox asan hazırlanan pizza resepti bölüşürəm. Qaba 500 ml ilıq su, 1 çay qaşığı maya əlavə edib mayanı suda həll edirəm. Üzərinə 4 stəkan un əlavə edib duru bir xəmir hazırlayıram. Xəmiri heç yoğurmuram, sadəcə qaşıqla qarışdırıram. Xəmiri bu qədər qarışdırdıqdan sonra üzərinə örtüb 20 dəqiqə dinləndirirəm. Xəmiri 20 dəqiqə dinləndirdikdən sonra üzərinə duz əlavə edib yenidən qaşıqla qarışdırıram. Xəmir hazır olduqdan sonra üzərinə örtüb yarım saat mayalandırıram. Xəmir yarım saat mayalandı, hazırdır. Bu xəmiri iki hissəyə ayırıram. Pizzanı bişirəcəyim soba listinə yağlı kağız yerləşdirmişəm. Xəmiri yağlı kağızın üzərində listin ölçüsü boyda yayıram. Qaşıqla yayıram. Qaşıqda xəmirə yapışmasın deyə bitki yağı ilə yağlamışam. 200 dərəcə isitdiyim sobada 15 dəqiqə bişirirəm. Bişdi, hazırdır. Üzərinə pomidor sosu çəkirəm. Üzərinə pendir də əlavə edib yenidən 200 dərəcəlik sobada 8-10 dəqiqə pendir əriyənə qədər bişirirəm. Pizza bişdi artıq. Çox möhtəşəm, asan hazırlanan pizza reseptidir. Üzərinə də göyərti səpib dilimlərə ayırıram. Xəmir yoğurmadan, yaymadan yumuşaq alınan bir pizza alınır. Bu reseptlə siz də hazırlayıb yoxlayın. Çox asan bir reseptdir. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.